Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə tavada tikə ət və kartof hazır edəcəyik. Əvvəlcə ətimizi yaxşı yuyub qıraqda quruduruq. Sonra tavamıza bir balaca duru yağ əlavə edib ətləri içərisinə yığırıq. Ətləri yığdıqdan sonra qapağını bağlayırıq, ətlər mühürlənsin. Sonra yaxşıca qarışdırırıq. O pis hissələri də yaxşı pişsin. Gördüyünüz kimi suyunu tam buraxıbdır. Öz suyunda tam ki ətlər mühürlənənə qədər heç bir su əlavə etməyəcəyik. Yenidən qapağını açıb, yenidən qarışdıracağıq. Görürsünüz, hələ öz suyu var. Sonra 3 ədəd soğanımızı halqavari şəkildə, yəni uzun doğrayacağıq. Soğanları doğradıktan sonra keçirik kartoflarımızı doğramağa. Artıq gördüyünüz kimi ətlərin o üzü qızarıbdır. Yenidən qarışdırırıq. Bu üzü də qızarsın. Bir ədəd balaca tikəsindən boşqaba qoyuruq. Pişib-pişmədiyini tam yoxlayırıq. Gördüyünüz kimi burada bir-birinə ayrılır. Bir də yaxşıca qarışdırırıq və doğradığımız soğanlarımızı üzərinə əlavə edirik. Üzərinə 100 qram çörək yağı əlavə edib, arasından 1 çay qaşığı duz, 1 çay qaşığı istiot əlavə etdim. Sizin zövqünüzə görə azardıb artıra da bilərsiniz. Sonra üzərinə kartoflarımızı əlavə elədim. Artıq yeməyimiz hazırdır. Gördüyünüz kimi kartoflarımız da qızarıb. Artıq yeməyimiz hazırdır. Əti yumuşaq, kartofu da çox gözəl bişibdi. Göstərirəm burada sizlərə.
belə videoların davamlı gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, zəng işarəsini açmağı və videolarımı bəyənməyi unutmayın. Videolarımı bəyənən, zəng işarəsini açan, abunə olan hər kəsə təşəkkür edirəm. Hələlik.